İndi isə gəlin esseyin yazılmasına baxaq. Deməli, burada müəyyən bir iş gedir və daha sonra bacadan tüstü çıxır. İşçilərdən biri yanğın söndürənləri çağırır və onlar gəlib yanğını söndürməyə cəhd edilir. Deməli, gəlin bunu da sizin üçün qısa şəkildə yazım. Birinci buradan çıxaq və yeni bir kağız götürək. Deməli, bunu seçək bu dəfə və başlayaq. Bəli, bizim essimizdə deməli müəyyən şəkillərdə sözlər var. Onlardan biri olacaq worker, yəni işçi. Telefonla zəng etmək, call. Zəng etmək. Smoke tüstü. Chimney baca, evin o bacası. Yanğın söndürən də olacaq firefighter. Yanğın söndürən. Hadisəni mən bir zamanda yazmağa qeyd etmişdim. Əvvəlki esse videolarımda. Yenə past simple-da, yəni keçmiş sadə zamanda quracağım və yesterday'dən istifadə edəcəm. Dünən. Yanğın birdən-birə baş verib deyə unexpectedly, yəni gözlənilmədən. Gözlənilmədən. Bir də finally, nəhayət. Əlimdən gəldiyi qədər sadə bir esse quracağım ki, hər kəsin qura biləcəyi bir tipdə olsun. Yesterday. There was some repair work, yəni təmir işi. At Tom is house. Tom'un evində biraz təmir işi var idi. Gəlin while-la quraq. Hər iki tərəfi keçmiş davam edici zaman olur. While the workers are working. Amma qısa müddətli hərəkət yazacağım deyinti. Mən keçmiş sadə zamanda yazacağım. Ona görə gəlin bunu when eləyək. When daha uyğun gələr. İşçilər işləyəndə bayaqki qayda. Something went wrong. Nəsə səhv getdi. Unexpectedly the fire began. The smoke deməli started come out, çıxmaq. To come out of to come out of chimney. Yəni bacadan tüstü çıxmağa başladı. Of set chimney. Yəni sözləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 28, 29, 30. Artıq demək olar ki, biz 30 sözü bitirmişik. Davam edirik. Çıxmağa başladı. Deməli, işçilərdən birinin adını yazaq da. Misal üçün olsun Lucas. Lucas immediately, yəni dərhal. Immediately called. Immediately called. Deməli, the firefighters. Dərhal kimə zəng vurdu? Mən keçmiş zamanda yazdım deyə bu id oldu, yəni qaydalı feildir. Immediately called the firefighters. Yəni söndürənlər zəng etdi. Likely, yəni xoşbəxtlikdən.
They came soon. Tezliklə onlar gəldi. Ya da after some time, kısa bir zaman sonra yaza bilərik. Ya da after a little time da ola bilər. Kısa bir zaman. Yəni hər ikisi də düzdür. They came soon. They came after a little time. And put out olacaq söndürmək. Put the fire out. One of them climbed the chimney. Deməli, by using, orada nərdivan var idi. Ladder, nərdivandan istifadə etməklə, deməli, bacaya dırmaşdı. Finally, yox. They used much water və çoxlu effort sərf etdilər. And had a great effort to put it out. Gəlin bunu yazaq ki, tried yazaq burada. Tried. Söndürməyə çalışdılar. Tried. Bəli. Biri bacaya dırmaşdı nərdivandan, çoxlu su və böyük bir effort sərf etdilər bunu söndürmək üçün. Finally, the fire was put out. Yəni nəhayət yanğın söndürüldü. Sözümüzün də sayı 35-dən çox oldu. Bu qədər. Sağ olun.